Təşəkkür edirəm, hörmətli Zahid müəllim. Hörmətli tədbir iştirakçıları, hörmətli sədarət, hörmətlə sizləri salamlayıram. Zəngəzur, Göyçə, İrəvan və digər vətən torpaqlarının geri qaytarılması bizim milli ideologiyamızın əsasını təşkil etməlidir. Cənab Prezidentin bu çağırışı bütün Azərbaycan alimlərini səfərbər etdi və sadəcə böyük qayıdış yolu Qarabağa deyil, eyni zamanda da tarixi torpaqlarımız olan İrəvan xanlığı ərazisinə qayıdışımız üçün mühüm imkanlar yarattı. Qərbi Azərbaycan coğrafi məkan deyil, eyni zamanda ideoloji bir məkandır. Çünki Azərbaycanda müxtəlif çox mənşəli tayfaların yaşadığı mühüm ərazilərdən biridir ki, bunun həm Azərbaycan tarixi, həm Azərbaycan milli kimliyinin, həm də Azərbaycanda Azərbaycan tarixşünasının formalaşmasında o məkanın mühüm rolu və mövqeyi tarix boyu olub. Əcdadlarımız orada yaşadığı dövrdə ərsəyə gətirdiyi maddi mədəni irs sadəcə Azərbaycan ictimaiyyətinə deyil, eyni zamanda dünya ictimaiyyətində də məlum olan bir məsələdir. Qərbi Azərbaycandan ki, abidələr 10 minlərlədir. Jacques de Morgan 1873-76-cı illərdə ərazidə tədqiqat aparıb və dəniz yolu ilə oradakı əsərləri aparıb, hal-hazırda Paris Saint-Germain muzeyində də onlar sərgilənir. Digər tədqiqatlar Aleksandr Ivanovskinin Göyçə göl ətrafında 1893-96-cı illərdə apardığı elmi tədqiqat və arxeoloji, böyük miqyaslı arxeoloji tədqiqat əsərləri də ərazinin əsas abrogen sakinlərinin Azərbaycanlılar olduğunu göstərir və ermənilərin orada yaşadığına dair hər hansı bir toponim və izləri yoxdur. Təəssüflər olsun ki, ərazinin 1829-cu ildə Ədirnə Sulh müqaviləsindən sonra Rusiyanın hakimiyyətinin altına keçməsi və erməniləşdirilməsi siyasəti nəticəsində toponimlər dəyişdirib və ciddi bir şəkildə dejenerə olub. Hardasa bir toponim 6 dəfə dəyişdirilib. Ümumilikdə 637-yə yaxın toponim dəyişdirilib və günümüzdə də dəyişdirilməyə davam edir. Abidələr bir millətin kimliyidir. Abidələr bir millətin pasportudur və onların nəsildən nəsillərə daşıyacaq ən etibarlı mənbə və sənətdir. Sənətlər yox ola bilər və sənətlər etibarlı hesab olunmaya bilər. Amma abidələrin üzərindəki elementlər, eskizlər o millətin həyatını, kimliyini, sosiologiyasını tərənnüm edən mühüm bir tarixi elementdir ki, bunu UNESCO-da qəbul edir. Əlbəttə, abidələri araşdırmaq çox məsuliyyətli və qəliz bir məsələdir. Mən bu tədqiqatı aparmaq üçün 2013-cü ildə hörmətli Prezident Administrasiyasının şöbə müdürü Professor Ədalət müəllimlə görüşümüzdə Qərbi Azərbaycan məsələsinin tədqiq olunmasına çox mühüm ehtiyac olduğunu və gələcəkdə bunun ölkəmiz üçün prioritet məsələ əks kimi məsələ doğuracağını bildirməsindən sonra mən Türkiyə arxivlərində, İran arxivlərində, Rusiya arxivlərində və hətta Mirzəbala Məmmədzadənin mühacirlərin sənədlərini axtardığım üçün getdiyim Polşa və Münixdəki arxivlərdə də tədqiqat aparırkən, xüsusilə də Osmanlı müfəssəl dəftərindəki qeydlərdən yola çıxaraq Qərbi Azərbaycanla bağlı materiallar topladım və bizim oradakı irsimizin zənginliyi haqqında o materiallar kifayət qədər əsas verirdi. Daha sonraki dövrdə Azərbaycanda olduğu və bunlar tədqiq edərkən bunun sadəcə bir sosioloji təhsili ilə olmayacağını düşünüb, güzəl sənətlər, seçməli dərs olaraq güzəl sənətlər, bilimsel araştırma texnikləri, sənət sosiolojisi təhsili də aldım ki, bugün bu maddi abidələrin oxunmasında, təsnifatında, eyni zamanda onların miqyasının beynəlxalq standartlara görə elmi texniklərə uyğunlaşdırılmasında bu təhsilin çox mühüm vacib olduğunu düşünürəm. Çünki tarixçi, sosioloji və etnoqraf və arxeolog kimliyi ilə 532 abidəni tədqiq etmək doğrudan da çətin məsələdir. Birinci məsələni qeyd edin ki, daha sonra Cənab Prezidentin Qərbi Azərbaycan
icmasındakı ad günündə 2022-ci il 24 dekabrındakı tarixi çıxışından sonra elm adamlarına, silah adamlarına, orduya deyil, elm adamlarına çağrışından sonra biz Sosial Tədqiqatlar Mərkəzinin layihəsi olaraq, Sosial Tədqiqatlar Mərkəzi olaraq mənim müəllifliyimdə Qərbi Azərbaycanla maddi mədəni irsinə bağlı tədqiqata start verdik və mənim orada topladığım əvvəlki dövrlərdəki əsərlərini bir araya gətirərək maddi mədəni irsin araşdırmağı, tədqiq etməyə başladım. Qərbi Azərbaycanda olmadan, Qərbi Azərbaycansız oranı tədqiq etmək doğrudan da çətin bir, məşəqqətli bir məsələ idi və mən rus mənbələrinə inanmırdım. Çünki əlbəttə İvan Şopanın, Petrovskinin, eyni zamanda Nikolay Marın digərlərin əsərləri bizləri ancaq müəyyən sayda abidələrə qədər götürəcəyini düşünərək kənar mənbələr və digər mənbələrdən də istifadə edilərək 3 cilddə 2700-ə yaxın mənbələrdən istifadə edərək 532 abidə tədqiq olundu. Birinci cilddə 244 abidə 18 kateqori üzrə, ikinci cilddə 144 abidə 19 kateqoriya üzrə, üçüncü cilddə 144 abidə 20 kateqori üzrə tədqiq olunub, tədqiqatlara çatdırdı. Abidələrin müxtəlif dövrlərə, xüsusən 3500 il əvvəlki dövrdən deportasiyaya qədər olan dövrlərə qədər olması və çox kateqoriyaları əhatə etməsi ərazinin əsas sakinlərinin Azərbaycanlı olduğunu bütün beynəlxalq təşkilatlarda sübut edəcək ən mötəbər mənbədir. Çünki UNESCO-nun qeyd etdiyi kimi Qərbi Azərbaycan 2020-ci ildəki pasportlaşma rəqəmləri statistikasında qeyd etdiyi kimi Qərbi Azərbaycanda ancaq Azərbaycanlılara məxsus Əmir Səhət, o da Əmir Səhət türbəsi, Türkmən türbəsi, Göy məsciddə İran türbəsi, Fars türbəsi kimi təqdim etmələrinə baxmayaraq bu gün Azərbaycanlılar mühüm tədqiqatlar həyata keçirərək sadəcə maddi mədəni irsin 10 milyarlar olduğunu sübut elədi. Bu 532 abidə də həm UNESCO-ya, həm də beynəlxalq təşkilatlara Azərbaycanlıların qayıdış üçün bunların mühüm bir sənət təşkil etdiyini sübut edən ən mühüm dəlildir. Sonda mən